görə ziyan dəymir. Bəli, çox adam ola bilər başqalarına ziyan vurmasın. Adam var qorxaqdır, başqalarına ziyan vura bilmir. O qədər qorxaqdır ki, acizdir ki, acizliyi səbəbindən kiməsə ziyan vura bilmir. Acizlik, meydan verəsən, görərsən, çox şeylər eləyə bilir. Yəni, hər cəmaata ziyan vurmayan adam fəzilətli deyil. Deyəsən, filan kəs, necə deyilər, tıxsız balıqdır. Tıxsız balıq olmaq hünər deyil. Tıxsız balıq olmaq müəyyən mənada belə acizliyin göstərsə, gücü çatmır kiməsə nəsə eləsin. O demək deyil, bir insandan kiməsə ziyan dəymir, çox fəzilətli adamdır. Adam var qorxaqlığından, deyib, sən Allah baş qoşmayayım, kiməsə ziyan vurmayayım ki, ağır olar nəticəsi. Çoxları firondur, şəraiti yoxdur fironluq eləsin. Qiyamət günü hədislərdə də var, firon gələr, görərsən ki, bir dənə heç öz ölkəsində, öz məhəlləsində tanınmayan adamı gətirərlər, deyərlər, bu da fironun yanında olacaq cəhənnəmdə. Niyə görəsən? Nə səbəbdən? Baxıb, o qədər insana zülm eləməyib. Deyir ki, heç, hər bir beləsinə meydan versəydim, yüzlərlə insana zülm eləməyə, yer üzündə adam qalmazdı. Bunun gücü ailəsinə çatırdı, ailəsində fironluq eləyirdi. Bunun gücü dostlarına çatırdı, dostlarının gününü qara eləmişdi. Eyni xislətdədir, eyni haldadır ondan. Xislət eynidir. Cəmaat bəzən başqalarına ziyan vurmur acizlikdən. Yaxud təbiəti belədir, ata-anası da belədir, hamısı görürsən, hamısı nəsil güləri üzdanız. Əxlaqi bir xüsusiyyətdə belə ailələr var. Allahın hesab kitabı dəqiqdir, təqva səbəbindən başqalarına ziyan vurmamaq. Genetik xüsusiyyətlərə görə yox. Təqva səbəbindən nədir? Gücü var, qüdrəti var, çox güclüdür. Amma bir qarışqanı belə incitmir. Niyə? Çünki özü ilə məşğuldur. Özü ilə məşğul olan adam, mühüm işlərlə məşğul olan adam cəmaatla işi olmur.